gördüyünüz hər bir meyvə ağacımız var. Üzüm çardağımız var. Gözəl fikirləşmisiniz. 22 metrədir üzüm çardağımız. Ağ üzüm, qara üzüm, ağşanı, qaraşanı, bunların hamısından varımızı, ən seçilmiş meyvələrdir hamısı. Bu da qarajımız. Ağlaydan üzlənib, ağlayla üzlənib, eyni zamanda zabor. Bura yəqin ki bir maşın yerləşər. Bəli, bir maşın yerləşir. Sayəsi 20 kvadrat olar. Bəli, 20 kvadratdır. Daşı 24 kvadratdır, 4-ün 6-yadır. Həyətdə hər bir tərəfdə ummanliklər var, kramplar var. Yəni heç biri əziyyət çəkmədən hansı köşədə istəsən, yəni mümkündür əl yumaq, rahatlaşmaq, yəni mümkündür. Bunun da arxasında eyni zamanda addelini ayaq yolusu var, hamamı var. Buna görə dənizdən gəldin, evə qalxmağa ehtiyac yoxdur. Yəni, aşağıda yuyundun, qalxdın təmiz. Əzgil ağaclarımız var, nar ağaclarımız var, ərik, gilas, vişnə, novxan ənciri var, xurmalarımız var. Bütün meyvə ağaclarımız var, hətta limonumuz da var. Ay maşallah. Sonra burada da ki, eyni zamanda buranın da torpağı bütün dəyişilib, hamısı 2 metrə qazılıb, bütün torpaqlar dəyişilib. Şamaxıdan torpaq gəlib bura, İsmaillidən gəlib, Cəllabaddan gəlib, yəni bütün bölgələrdən, o ən yaxşı yerlərdən torpaqlar gəlib bura. Nə də əksin, hər bir şeydə bitir. Yəni məhsuldar bir torpaqdır. Eyni zamanda biz özümüz də bura pomidorun, yayda pomidorun əkirik, göyün göyərtisin, yəni özümüz əkirik. Bura yerləncək zonasıdır. Tut ağaclarımız var, qəşəng. Burada da sizdə manqal zonası. Bəli, manqal zonasıdır. Biz indi daxil oluruq manqal zonasına. Manqal 1 metr yarımdır. 24 şiş yerləşir, peçimiz də var. Yəni